Wacom-un təqdimatında gözəl bir video gəlir. Çoxdandan gözlənilən möhtəşəm endirimlər. Özdə bir modelə yox, 11 modelə xüsusi endirim olunub. Mən sizə qısa olaraq məlumat vermək istəyirəm birinci HP EliteBook-dan. Hansı ki qiyməti 1799 manatdan düşüb 1599 manata, prosesor i7 16 RAM 5 12 SSD. Növbəti endirimə məruz qalmış notebook Lenovo ThinkBook i7 prosesor, 2 GB xarici video kartası, 16 RAM 5 12 SSD-dən 1599-dan düşüb qiyməti 1399 manata. MSI Sin Gaming Notebook i5 prosesorundan 3050 video kartından 16 RAM 5 12 SSD 1599-dan düşüb qiyməti 1499 manata. Keçirik MSI Cyberga. i7 prosesor 4060 video kartından 2400 manatdan 2200 manata endirmişik qiymətini. MSI Prestige 16 Prestige 16 2K i7 13-cü nəsil 16 RAM 1 TB SSD-dən 2200 manatdan qiymət düşüb neçəyə? 2000 manata. Sonraki modelimiz yenə MSI Sin 15-dir. 4050 video kartının i5 13-cü nəsil 16 RAM 5 12 SSD-dən qiymət 2000 manatdan 1800 manata düşüb. Sonra bir dənə də MSI Sin CF63 var. Hansı ki i5 prosesorundandır. 4050 video karta 16 RAM 1 TB SSD qiymət 2000 manatdan düşüb 1700 manata. Sonra gəlir Acer Nitro 5 i7 prosesor 4060 video karta 16 RAM 5 12 SSD 2400 manatdan 2100 manata. Sonraki notebookumuz HP Envy'dir. 17 düym i7 13-cü nəsil 3050 video karta 16 RAM 1 TB SSD, bunun da qiyməti 1900 manatdan 1600 manata düşür. Sonuncu yox, daha doğrusu Victus hələ sonuncuya var, Predator'dır. Victus'un qiyməti deyim birinci, düşüb qiyməti endirimlə 2200 manata, Ryzen 7 8-ci nəsil 4070 hətta 4070 video karta 2200 manata. 16 deməli, RAM-ı nə qədərdir bunun? RAM-ı 16 RAM-dır və 5 12 SSD-lə 2200 manata və sonuncu da ki Acer Predator Neo 18 2900 manatdan ən çox endirimə məruz qalmış notebook budur. 2000 deməli 900 manatdan düşüb 2400 manata və burada parametrlər 2K 165 Hz i5 14-cü nəsil 4050 16 RAM 1 TB SSD. Bu nəzərə çatdırım ki, gördüyünüz bu notebookların hərəsindən cəmi bir ədəd qalıb. Nə qədər ki qalıb, bu endirimdən gəlib istifadə eləməyə tələsin.